Salam, kanalıma xoş gəldiniz. Bu kanal əslində bir digital günlükdür və öz içimdə yaşadığım bəzi duyğular haqqında, maraqlı gördüyüm bəzi mövzular haqqında danışacağam. Ümid eləyirəm ki, sizə də maraqlı gələr. Onda başlayaq. Deməli, bu yay təcrübə etdiyim bir mövzu haqqında sizə danışmaq istəyirəm. Mən bir psixoloji tura müraciət etdim və bu turda nədən ibarət idi içərisi? Bu psixoloji turda biz ailə dizilimi etdik, uşaqlığa eniş etdik. Ailə dizilimində də nələr baş verdi? Çox maraqlı nüanslar oldu. Hansı ki, bizim öz duyğularımız haqqında, bizim öz keçmişimiz, indiki zamanımız haqqında, yaşadığımız travmalar haqqında, deməli, qısaca olaraq ailə dizilimi nədən ibarətdir, onu danışım sizə. Ailə dizilimində bir fərd seçilir və bu fərd öz istədiyi ətrafında olan iştirakçılardan birini və yaxud da bir neçəsini seçə bilər. Yanımızda mütləq dərəcədə psixoloq olur və bu psixoloq da bizə ətrafımızdakı iştirakçılardan, seçdiyimiz insanlardan hansı obrazı canlandırmaq istədiklərini soruşur. Yəni tutalım ki, mən səhnəyə çıxmışam və bir neçə insanı seçmişəm. Bu insanlardan da heç birini tanımıram, lakin bu insanlardan seçdiyim insanları birini anam, birini bacım, birini başqa rollarda seçə bilirəm. Və bu seçdiyimiz insanlar da əslində bu rollara girməyə başlayırlar və bizə onlar kimi danışmağa və yaxud da öz hissləri haqqında e, məsləhətlər verirlər. Bunu həm ruhsal, həm duyğusal, həm də məntiq hamısı bir yerdə birləşən bir psixoloji seans kimi düşünə bilərsiniz və çox maraqlı hadisələr baş verir bu seansın içərisində. Bu seansın içərisində biz özümüzü tanıyırıq, duyğularımızı tanıyırıq, yaşadığımız məsələləri ortaya qoyuruq və bu məsələlər içərisində əslində necə davranmışdıq, amma əslində necə davranmalıydıq, onları görməyə, təyin eləməyə çalışırıq. Təbii ki, psixoloq da öz yardımını bizdən əsirgəmir və bizə yardımçı olmağa çalışır. Qarşı tərəfdəki insanlar bizə sual verməyə başlayır. Biz əgər onların sualına cavab verə bilmiriksə və yaxud da öz içimizdə olan məsələlər haqqında danışanda biz burada bu nüansda səhv eləmişdik, burada və yaxud da gücümüz çatmamışdı. Bu hadisə qarşısında özümüzü təhlükədə hiss etmişdik, güvənsiz hiss etmişdik. Bunların hamısını təcrübə edərək canlı bir şəkildə yaşayırıq. Eyni şəkildə də iştirakçılar bizə kömək olduğu zaman burada əslində onlar bizimlə də həyat təcrübələrini paylaşırlar və yaxud da biz onlara sual veririk, onlar o sualları cavablandırırlar. Eyni qaydada da biz içimizdəki olan bütün duyğuların nədən qaynaqlandığını məsələlər içərisində, hadisələr içərisində görməyə başlayırıq. Və o qədər maraqlı bir seans oldu, o qədər maraqlı bir seans oldu ki, bu seans içərisində əslində biz duyğularımızı o qədər də dərindən yaşamamalıyıq, onu öyrəndik. Və hər ağlımızdan keçən, keçmişi qurcalayan bəzi məsələləri çox da qabartmamalıyıq. Yəni keçmişdə olan keçmişdə qalmışdır deyə bir söz var əslində. Uşaqlığa eniş hadisəsində də uşaqlığımıza endik eyni qaydada. Uşaqlığımızda maraqlı əslində o idi ki, uşaqlığımızdan danışdıq. Onu nə qədər çox incitdiyimizi, onu incidənlərin də əslində buna bizim icazə verdiyimizi və onu artıq incitməyəcəyimizi, onu artıq çox sevdiyimizi deyib onunla vidalaşdıq. Və mən bu seansda 2 dəfə iştirak elədim. İkisində də artıq birincisində təcrübələrim çox üzücü idi insan olaraq. İkincisində isə təcrübələrim çox fərqli oldu. Artıq ikincisində sağaldığımı gördüm yavaş-yavaş və o qədər maraqlı oldu, o qədər maraqlı oldu. Bir nüansı da çatdırmaq istəyirəm ki, mütləq dərəcədə iştirak edən iştirakçılar
Biz onları səhnəyə çağırmağımıza, bizim yaxınlarımızın rolunda iştirak etməklərinə baxmayaraq, seansdan sonra onlarla, müzakirə eləyəndə gördüm ki, onlar da həyatlarında eyni situasiyalarla qarşı-qarşıya qaldıqlarını bildirdilər. Dedilər ki, mənim də və yaxud da, kimi seçmişiksə o rolda anamızmı, atamızmı, mənim də anam belədir, həqiqətən xarakteri belədir, bu cürə insandır. Mənim də və yaxud da atam, bacım bu cürə insandır. Davranış qaydası eynən bu, dərəcədədir. Hissləri də bu şəkildədir. Belə reaksiyalar verir və onda aşırı dərəcədə təəccübləndim ki, necə ola bilər axı bir-birinə bənzəyə bilər həyat hekayələrimiz və biz eyni orda toplanmamız səbəbi əslində təsadüf deyildi və Allah bizi bir araya gətirmişdi. Hamımızı eyni yerdə, qovuşdurmuşdu və biz yaşadığımız təcrübələrdən həyat dərsi aldıq əslində və çox-çox inanılmaz maraqlı bir hadisə idi və düşünürəm ki, insanın, ən böyük yatırımı özünə olan yatırımıdır. Ən əsas da psixologiyasına olan yatırımdır. Və bu yay həqiqətən, düşünürəm ki, mən özümə çox inanılmaz şəkildə yatırımlar etdim. Özümdə olan dəyişikliklər də fərqindəyəm. Eee Bir nüans da, çatdırmaq istəyirəm ki, sizə. 2-ci seansımızda belə bir hadisə baş verdi. Psixoloqumuz dedi ki, iştirakçıları çağırdığımız zaman, mərkəzdə olduğumuz zaman, psixoloqumuz dedi ki, iştirakçılara bu şəxsə kömək eləyin. Sualı nədirsə, sualına cavab tapmaqda kömək eləyin. Və onlar başladılar fikir irəli sürməyə, öz fikirlərini irəli sürdülər. Sən əslində belə eləməlisən, sənin əslində bu yöndə əksikliyin var. Əslində bu duyğu sənin üçün çox-çox önəmli olduğunu zənn edirsən, əslində o qədər də önəmli deyil. Və bir ayna misalı bizə ayna tutdular, nə etməli olduğumuzu bir-bir dedilər. Çox-çox maraqlı idi. 2-ci seansda da çox böyük şeylər öyrəndim. Amma bunu gördüm ki, 1-ci seansda çəkdiyim çətinlik qədər 2-ci seansda da sağaldığımı gördüm. Çox inanılmaz bir şəkildə maraqlı bir təcrübə idi mənim tərəfimdən. Ümid edirəm ki, iştirakçılar tərəfindən də elə oldu və yeni insanlar tanıdıq. Bir-birimizlə, gedənə qədər müzakirə elədik. Orda olduğumuz müddətdə, oradan qayıtdığımız müddətdə bir-birimizin həyatı haqqında gedənə qədər müzakirə elədik. Təbii ki, ağır nüanslar oldu. Bəzilərinin həyatı çox ağır idi. Yəni mənə görə ən azından çox çətinlik çəkirdilər suallarına cavab tapmaqda. Eee, Görünürdü ki, məsələlər o qədər də üzdə deyil, dərində idi. Ancaq ümid edirəm ki, onlar da suallarının cavabını alaraq getdilər oradan və bu məni aşırı dərəcədə xoşbəxt elədi və, indi də bir-birimizlə əlaqəmiz var, bir-birimizlə söhbət edirik, bir-birimizlə ünsiyyət qururuq. Çox-çox maraqlı oldu mənim açımdan, ən azından belə deyə bilərəm. Deməli, bu digital günlüyümün ilk bölümünə qonaq olduğunuza görə sizə təşəkkür edirəm. Edirəm ki, sizin bu digital günlüyümdə yeriniz çox önəmli olacaq. Mütləq dərəcədə rəylərdə sizin də suallarınızı, sizin də hiss etdiklərinizi maraqla gözləyirəm.